Aysel hardadır? Mən Ayseli görə bilmirəm. Nəsə hazırlıqlarla məşğul. Olar. Otum çay, pür rəngi. Sağ ol. Təşəkkür edirəm əvvəla mənə çay gətirdiyinə görə. Görək indi nə dadır? Öhdəsindən gələ bilmiş. İnanmaq istəyirəm. Və bugün biz çaydan danışırıq, əziz tamaşaçılar. Biz bugün çaydan danışırıq, çünki bugün çay günüdür. Və Azərbaycan mətbəxinin belə deyək, ayrılmaz hissələrindən biri də məsələ pürrəngi armudu istəkanda. Çayla aran necədir? Əvvəl olsun, çay xorsanmı ümumiyyətlə? Çay çox içirsən, az içirsən? Xoram, bəli, xor. Çay xoram özdə. Çayı çox sevirəm. Mən düzdür, yaşıl çay sevirəm əsasən. Amma qara çaydır görəndə, belə pürrəngi çayı da görəndə, içinə də bir dənə belə limon da atanda. Mən limonu sevmirəm, hörmətli tamaşaçılar. Limonu sevmirəm. Bu barədə belə deyim, çay ümumiyyətlə bizdə, ağzımda da qət var, üzürlü sayılır. Çay bizim sən danış, çaydan danış. Mən istəyirəm, sən çaydan danışasan. Ayrılmaz hissəsidir və bugün çay günüdür. Gəlin o haqda bir tarixə baxanda bugün çay günüdür və gəlin o haqda bir qısa bir sujetə baxaq. Sujetə ehtiyac yoxdur. Bu elə bir mövzudur ki, bunu özümüz danışmalıyıq. Mən belə düşünürəm Aysel. Çünki çay elə bir məsələdir ki, çaydan səhərə qədər danışa bilərik. Firuz belədir də, qoymur ki, mən işimi görüm. Qoymayacam. Mənə çay gətirir. Başımı da qatmışam, artıq efirin bütün fokusunu da itirmişəm. Ancaq çay içməklə səndən çay içəcək, ümumiyyətlə nə edirlər? Həm də söhbət eləyərlər. Sehirli, gözəl çay olduğuna görə, bəli, Firuz imkan vermir ki, mən fikrimi tamamlayayım. Eyb yox. Çay, qara çaydan gedir xüsusilə söhbət. Təbii ki, qara çay... Milli mətbəximizin ayrılmaz bir hissəsi. Bəli, xüsusilə bəllidir ki, Lənkəran bölgəsində çaydan kifayət qədər boluq, amma həmişə deyirlər ki, ümumiyyətlə, nutrisiologlar da deyirlər ki, çayın dəmi əgər qalırsa, bir gündən artıq qalırsa, bunu içmək qətiyyən mümkün deyil. Çünki bəllidir ki, bu da orqanizmdə müəyyən toksinlər yaradır və s. Ona görə də yenicə dəmlənmiş, elə mənim dəmlədiyim kimi dəmlənmiş çay gətirmək daha yaxşıdır. Mən təklif edirəm ki, bu çay içə-içə, bəlkə biz digər bir sujetə keçirik. Sujetə keçərik digər sujetə, amma mən əvvəla istəyirəm bir məsələyə toxunum. Firuz deyib ki, Ayselə bugün aman verməyəcəm. Ayselə bugün aman verməyəcəm. Nə deyir, oydum. Hələ çayımı bəyənib Allah'a şükür edeyim. Çay məsələsi elədik, hörmətli tamaşaçılar. Biz bilirik, bax, pürrəngi çaydan, təzədən çaydan danışdı. Mənim məsəl üçün atam, anam 15 dəqiqədən artıq qaldısa o dəm. Artıq onlar üçün köhnə çay sayılır. Mən açıq çox çayxor insan deyiləm. Mən ancaq xoşlayıram dostlarla görüşəndə oturaq çay içək, söhbət eləyək və onda daha çox zövq alam. Amma gündəlik bir stəkan çay içirəm, o da bəs eləyir.